naxaqça yerə. Məhəbbət yoluna çıxdın, dayanma. Cəsarət gərəkdir iş sevənlərə. Yalandır kül olmaq, yalandır yanmaq. Çox sağ olun, təşəkkür edirik. Buyurun. Məmməd Araz bizim üçün bir ümid yeridir, belə deyim. Onun şeirləri ümid yeridir. Harada həyatımızda bir sıxıntılı olanda şeirlərində axtarıb oxuyuruq. Mənə elə gəlir ki, insanlar bir-birinə inanmalıdırlar. İnamsız çox bir şeydir. Məmməd Araz bir dənə sözü var, şeirin istəyirəm axırıncı bir misrasını deyəm. Çox gözəl bir şeydir. Deyir, yamaq tutan qəlbə bölük deyərlər. Dostdan gələn dərdə böyük deyərlər. Belə dosta ismi dönük deyərlər. Bir insana inamımı itirdim. Qoy, insanlar heç bir vaxtı bir-birlərinə inam itirməsinlər. Çünki inam itəndə həyat qutarır. Məmməd Araz o hissləri, duyğuları yaşadı. Qoy insanlar yaşamasınlar o hissləri. Biz də gözəl şeylər, gözəl hisslərlə, duyğularla burada yazılmış şeylər oxuyaq. Şimdi deyir ki, insanlar görmüşəm. Yaxşı, naxışlı, düzlərin düz yolu qalaydı elə. İç yüzü görmürük, paslı, paxırlı, çöl üz görünəndə qalaylı elə. Deyir, adın demədinmi dodaqlarımda, özün demədinmi gözlərimdəsən? Adımı batırıb qulaqlarında, özümü nə elədin gözlərindəsən? Məni gözlərində güllələdilər, məni gözlərində dəfn elədilər. Göz xatalışı. Və təəssüflə qeyd edək ki, proqramımızın sonuna gəldik. Düzdür, bir Məmməd Araz poeziyasından bir proqrama çıxacaq qədər danışmaq həqiqətən mümkün deyildi. Bacardığımız qədər toxunduq müxtəlif mövzulara. Məmməd Araz özü hər zaman deyirdi ki, mən xalqın şairi olmağa çalışmışam. Və elə Məmməd Araz öz yazıb yaratdıqları ilə xalqın qəlbinə yol tapdı və elə xalq şairi də oldu, xalqın şairi oldu. Mən təşəkkür edirəm gəldiyiniz üçün, dəyərli fikirlərinizi proqramımıza qatdığınız üçün və hər birinizə minnətdaram. Çox sağ olun. Biz də sizə minnətdarlığımızı bildiririk. Var olun, çox gözəl, minnətdarıq sizə. Sizlər sağ olun. Çox var olun. Çox sağ olun. Minnətdarıq. Sağ olun. Bəli, dəyərli tamaşaçılarımız, proqramımızın sonuna gəldik. Qeyd etdiyim kimi, Məmməd Araz poeziyasından danışmaq təbii ki, bir proqramın vaxtına sığacaq bir iş deyildi, amma biz bacardığımız qədər müəyyən mövzulara toxunduq. Nə qədər uğurlu olduğumuza siz dəyərli tamaşaçılarımız qərar verəcəksiniz və ümid edirəm ki, Məmməd Araz poeziyasının vurğulu olanların, şeir, sənət sevənlərin ürəyincə bir proqram oldu. Və sonda isə Məmməd Arazın 2 misrasını səsləndirmək istəyirəm. Proqramımız ərzində səsləndirdik. O yazmışdı ki, vətən mənə oğul desənə dərdim, mamır olub qayasında bitərdim. Bugün dillər əzbəridir bu 2 misra və mən onu söyləmək istəyirəm ki, vətən sənə oğul dedi, ey böyük insan, böyük şəxsiyyət, gözəl şair. Öz yazıb yaratdıqlarınla bu vətənin oğlu olduğunu dəfələrlə sübut etdin və vətən sənə oğul dedi. Allah amanında əziz tamaşaçılarımız, sağ olun, sağlıqla qalın. Buyurun.